Deməli dostlar, barbekü aparatımız sona qədər demək olar gəldi. Bu günləri bunun stolun üstünün rəngi də ruskasına görə eyni rəngdə hazırlandı, eyni formalaşdırıldı. Bunun rəngi ilə artıq bunun rəngi də bərabərləşdirildi və eyni formada bu ruskalarda hansı ki yuxarıya havanı tüstünün verilməsi və yaxud da barbekünün müəyyən qədər istisinin qorunması, burada olan katelkasının ruskaları da o da eyni formada, bununla bərabər eyni formada şokoladlı rəngə çevrildi. Stulun üstü, ruskası, barbekü aparatının ruskası və buradakı bu rənglər də eyni formada şokoladlı rəngdə hazırlandı. Dostlar, demək burada bunun üstündə bu dəmiri götürdükdən sonra ağırdan kərli götürməliyəm. Götürdükdən sonra burada necə ki saz qoyub sazçı yeməklər də hazırlamaq mümkündür və yaxud da ki bunun üstünə elə tavanı qoyub tava yeməkləri də burada hazırlamaq mümkündür. Çox gözəl bir ideyadır həqiqətən də bu hazırlanan bir şey. Hər bir kəsə nəsib olsun deyərəm. Hər bir kəs üçün gözəl bir əyləncəsin istifadə olunacaq bir barbekü aparatıdır. Bunu da əvvəlki videolarda çəkmişəm. Onun havalandırma yeridir. Mükəmməl bir formada hazırlanıb. Bəcəyi üçün nazik dəmirin üstünə belə formada nerjifika turbo atdıq ki, görkəmi biraz gözəl qalsın. Mükəmməl bir şey alındı. Hər bir kəsə nəsib olsun. Bunun içərisində əvvəl eləməmişdik. 500 dərəcəyə qədər istiliyi ölçən termometr alındı bura. Bunun içərisində əvvəlki videoda göstərmişdim. Demək, bunun çıxması üçün 2 dənə listdən ibarət etdik. Kömür altı. Buradan deşik açılıb. Deməli, bunun altından ayrıca özəl turba qoyuldu. Bir çoxları bilirlər yəqin ki bunu. İçərisinə yağ, ət suyu zadı tökülmüş elə olmuşsa, bura bir vedrə qoyulub. Bunun içindən suyu içərisini yuyub təmizləmək üçün ki, çirkab qalmasın. Deməli, çox rahatçılıqla bağlanır. Belə bir qulp qoyduq buna. Qulp rahatca tutur. Bir vedrə qoyub buradan tullantılar, zatları yığmaq mümkündür. Buradan bir barmaq hündürlüyündə yer saxladıq ki, əgər bura yığılacaq bir hansısa bir su atığı zadı olsa, oradan katelkaya getməsin. Qəşəng alındı. Hər bir kəs üçün arzu edərəm, hər kəsə nəsib olsun. Belə dostlar, bir dənə bunun setkası qalıb. Bunun setkanı da indi sabahda zatda tamamlayacaq. O da səliqəli yığılmalıdır ki, onun üstündə ət yeməkləri bişirilərkən başqa bir fəsadlar olmasın deyə dəmir seçimini də düzgün etməliyik. Bu qədər gəlmişik, hər şey normal. Dəmir setkası özəl olaraq bura yığılacaq. 55 cm uzunluqda normal bir setka olmalıdır. Onu da seçmişik. Bir dənə əskiyimiz qalıb, bir o setka, bir də burada bu tutacağı hələlik süpürgə qoymuşam bunun altına, bu dursun deyə. Bu belə ki bağlanıb örtülür. Sadəcə qalxandan sonra zamok olmalıdır ki, o zamok bunun altını bağlasın. O bu dəqiqə hal-hazırda qoymamışıq deyə, onun üçün bu süpürgəni qoyuram altına ki dursun. Hər şey qaydasında, hər kəsə nəsib olsun. Ən əfsus kişilərin ən arzuladıqları bir barbekü aparatıdır. Təbii ki bu xanımlar da istifadə edə bilər. Qəşəng bir şey alındı.
Baxdığınız üçün təşəkkür edirəm. Videoya like qoymağı, paylaşmağı unutmayın. Videoya baxdığınız üçün təşəkkür edirəm.